Deməli, 500-ə yaxın şagirdin səhv elədiyi bir sualı gəlin biz sizlə bir yerdə işləyək. Görək siz də həmin o 500 nəfərdən biri olacaqsınız. Yoxsa doğru tapan az sayda şagirdlərdən biri. Hazırsınızsa başlayaq. Bu arada bu tip izahlar üçün səhifəmizi izləməyi yaddan çıxarmayın və bizim onlayn və dərslərə qoşulmaq üçün 055 597 0151-ə də yaza bilərsiniz. Bu sualı biz paylaşmışıq, deməli, ödənişsiz WhatsApp qrupumuzda. Görüm, harada göstərir. Hə, bax, qrupun adı göstərir. Ödənişsiz WhatsApp qrupumuzda. Bu videonun altında da ikinci bir, yəni yeni bir ödənişsiz WhatsApp qrupumuzun linkini yerləşdiririk. Həmçinin WhatsApp kanalımızın linkini yerləşdiririk. Girib suallarla, izahlarla tanış ola bilərsiniz. Mütləq girin, bir dənə tık eləyin, yeni bir qrupa keçid eləmiş olacaqsınız. Yəni, varsa birinci qrupda, ikinci qrupa girmək ki, kiminsə yerini tutmuş olma. Çünki eyni adamlar hər iki qrupda olmasınlar. Bir qrupda varsanızsa da ikinci qrupa qoşulmaq istəyənlər qoşulsun. Kiminsə hazırlığa getmə imkanı yoxdur, bari qrupdan faydalansın. Başlayaq. Sual belədir. Hansı sözü həm sadə, həm də düzəltmə söz kimi düşünmək olmaz? Sual belədir. 20 nəfər qalxan sözünü götürüb ki, qalxan sözünü sadə və düzəltmə söz kimi düşünmək olmaz. Qalxan, yuxarı qalxan mənəm. Fe'li sifət, yəni sadə söz. Bir də əlimdə qılınc var, qalxan var. Burada isə düzəltmə sözdür. Gəlirəm pozana. Bunda 18 nəfər seçib. Bu eyni adam kimsə ikisini seçib. Pozan sözü. Pozan, deməli, bunu pozan mənəm. Pozmaq, yəni an, fe'li sifət, sadə. Bir də əlimdə pozan var. Pozanla nə edirsən? Pozursan da. Düzdür? Bu da həm düzəltmə, həm də sadə söz oldu. Vərəqə. Mən vərəqə baxıram. Sadə söz və əlimdə vərəqə var, kiçik vərəqə var, yol vərəqəsi var, sürücülü vərəqəsi var, hər nəsə. Vərəqə nədir? Kiçik vərəqə, balaca. Yəni vərəqdən kiçik. Buna deyilə vərəqə, düzəltmə söz. Bir də vərəqə baxdım, o da sadə söz. Bunu isə 49 nəfər seçib, yəqin düşünürlər ki, vərəqə sözü düzəltmə olmaz. Hə. Və ən böyük sensasiya 50 sözündəki 376 nəfər bu sözü seçib. İndi təsəvvür edin, sən bu izahı imtahanda görsəydin, imtahanda qarşına çıxsaydı, yandırmışdınız. 376 nəfər deyir ki, 50 söz sadə və düzəltmə söz kimi işlənə bilməz. Gəlin baxaq. 50 ədəd. 50 adam. Düzdür, 50. Burada nədir? Deməli, sadə söz. Bir də deyirəm ki, 50 ayaqlı adamsan, gid işdə də, yəni 50 əlləri olan, 50, əlsiz, əlləri olan da rahat bir şeydir. Rahat bir şeydir. Yəni, illa da bütün düzəltmə sözlər dənizçi, balıqçı, nə bilim, daraq, sınaq mı olmalıdır? Biraz çətin söz olsa olmaz. Sən məgər 50 sözünün mənasını bilmirsən ki. Yəni, deyə bilməyən, bu qeyri-adi eşitmədiyin bir söz olsa, deyərsən ki, hə də, yəni, nə bilim, mən bura kayut sözü yazsaydım, passat sözü yazsaydım, deyərdim ki, mənə bu nə söz yazmışsın. Yəni, bu rahat biləcəyin bir şeydir. 50 nədir? Əlləri olan. Və əl sözün kökü, leksik. 50 adam, əlsiz adam. Burada düzəltmə, 50 ədəd burada sadə. Demək, 376 adama yazdığı oldu səhv. Və gəlirəm qorxudan sözünə. Bu çox qəşəng və vacib məqamdır. Qorxudan. Bir dənə də yazıram qorxudan. İndi baxın. Bu sözü iki fərqli formada təhlil etmək olar. Bir mənası, gəlin cümlədə öncə bunu dərk edək. Qorxudan hərəkət eləyə bilmədim. Qorx sözün kökü, qorxudan nə yarandı? Qorxdum ki, canıma qorxu düşdü. Danda çıxışlıq al. Bildiniz? Bəzən səbəb bildirə bilir. Nə oldu? Kök və leksik. Leksik şəkilçi və kökdən ibarət olduğu üçün məcburuq buna nə deyək? Düzəltmə söz. Oldu mu? Düzəltmə. Gəlirəm bura. Onu qorxudan başqa şeylərdir. Atasıdır, anasıdır, hər nəsə. Sözün kökü qorxdu. Qorx sözünə nə yaranır? Qorxu yaranmaz. Yuxarıdakı mənada yaranır. Burada söz başqadır. Qorxutmaq sözüdür. Qorxutmaq sözdə qorxu ismindən yaranmaz. Niyə? Çünki ıt və ya tı şəkilçisi feillərə, isimlərə deyil, feillərə artırılır. Yəni, sən onu qorxu etsən, tı şəkilçisi ismə artırılmır, feilə artırılır. Ona görə ut olacaq bütöv bir leksik. And olacaq nə? Feili sifət. Görürsən, eyni formada görünür,
Amma bu söz nədir? Eyni şəkilcilər deyil. Birində dandı, birində andı. Birində udu, tıdı, udu, tı yox. Udu, birində utdu. Fərqli forma təyin olunur. Nə oldu bu da? Düzəltmə. Bu da düzəltmə sözü oldu. Bizim sualda isə deyir ki, hansı söz həm sadə, həm də düzəltmə söz deyil? Olmaz, düşünmək olmaz. Sən bu qorxudan sözü sadə söz kimi nə tər düşünəcəksən? Olar elə bir şey, olmaz. İki mənada düşünülür, ikisini də yazdım. İkisi də düzəltmədir. Vəssalam, bitdi. Cavabımız budur. Bunu isə tapıb 28 nəfər doğru yazıb bu sualı. Bu tip suallar işləmək istəyirsinizsə, bizim sınav qrupumuza qoşula bilərsiniz. Ödənişsiz qrup ayrı şeydir. Aşağıda link olacaq. Oradan faydalana biləcəksiniz ki, məsələn 2 günə, 3 günə bir, 3 dənə, 5 dənə, 2 dənə sual görəcəksiniz. Amma davamlı şəkildə ay ərzində 10 dənə, 12 dənə sınaq, həmçinin sınağın izahı, mətn görmək istəyirsənsə, sonra canlı yayın, canlı yayında sual-cavab, yəni davamlı olaraq hazırlıq prosesi görmək istəyirsənsə, buraxışda qəşəng nəticə toplamaq istəyirsən, blokda əla yazmaq istəyirsən, dil qaydalarını şansa buraxmamaq istəyirsən, 3-cü qrupsansa, bu sınaq sizin üçün fürsətdir. Ciddi deyirəm, bu sizin üçün çox böyük bir fürsətdir. Bunu qətiyyən qaçırmayın. Qiymət də münasibdir. 25-30 manat arasıdır. Yəni 25 də var, 30 da var. Kampaniyaya görədir. Belə və qoşursan bu qrupa, sınağın biri təsəvvürü 2 manata düşür. İzahla da hesablayanda biri 1 manata düşür. Bu qədər əl çatan. Biri var, gedirsən haransa sınağına, izah yox, bir şey yox, sadəcə sınaq və nə boyda bir məbləğ ödürsən. Biri var ki, ay ərzində ödürsən, 10-15 dənə sınaq görürsən, izahı ilə bir yerdə, sonra hələ sual-cavab da görürsən, canlı da görürsən, nə qədər üstünlüklər görürsən. Qoşulmaq üçün 055 597 0151-ə mən sınaq qrupuna qoşulmaq istəyirəm yazırsan, vəssalam, belə, menecer sizi qeydiyyata alır, qoşursun. Və istəyirsən ki, müəllim, mən qaydalar mənə lazım deyil, mən sadəcə mətn qrupu istəyirəm, bəli, mətn qrupuna da qoşula bilərsən. Həm 9-lar, həm də 11-lər üçün ayrı-ayrı mətn qruplarımız var. Bu qədər, sağ olun, hələlik.